şagirdlərin diqqətini nəzərə almalıdır, bir də sinifdən kənara çıxmalıdır. Kənara çıxmalıdır. Bəs fasilitator müəllimin atributları, bacarıqları nələrdir? Müşahidə idi, dinləmə idi, sonra planlaşdırma idi, bir də vaxtında müdaxilə etmək. Müdaxilə etmək idi. Bəs rolu, fasilitator müəllimin rolu? BMT idi, bələdçilik, bir də məlumatla təmin etmək, bir də tədqiqatçı. Tədqiqatçı idi, bəli. Motivasiya nə qədər vaxt əhatə elədi? Motivasiya deməli 1 dəqiqədən az olmayaraq, 7 dəqiqədən də çox olmayaraq. Çox olmamalıdır. Hansı suallardan istifadə etdik motivasiya mərhələsində? Açıq suallar. Nə zaman uğursuz olurdu motivasiya? Deməli, suallar aydın olmayanda, sonra səmərəli təşkil olunmayanda, bir də ki, şagirdlərin ailə daxili problemi olanda. Problemi olanda, bəli. Yaxşı. Deyirdik ki, böyük anlayışdır. Böyük anlayışdır. Scaffolding idi, yoxsa diferensial? Hə, scaffolding. Scaffolding. Scaffoldingin içərisində yer alır. Diferensial. Məktəb daxilində olur, dərs zamanı olur. Diferensial. Dərsdən kənarda da, məktəbdən kənarda da ola bilər. Ana, ata, bacı, qardaş. Holding. Scaffolding idi, bəli. Bunların oxşar xüsusiyyəti nə idi? Şagirdləri uğura aparır. Uğura aparırdı, bəli. Yaxşı. Bəs diferensial təlim təşkil edərkən müəllimin qarşılaşdığı çətinliklər nələrdir? Valideyn idi, resursun olmamağı idi, bir də şagird sayının çox olmağı. Aha, yaxşı. Bəs de görün mənə, əks əlaqə formativdə nə zaman olur? Əks əlaqə Formativdə. Deyəcəm dəqiq məlumat söz çıxdı yanıma. Dərs boyu. Dərs boyu olurdu. Bəs summativdə? Fəaliyyət bitdikdən sonra. Fəaliyyət bitdikdən sonra idi, bəli. Yaxşı. Bəs de görün mənə, refleksiya iş üsullarımızdan hansında idi ki, deyirdik 2 şəxs olur burada? Ya şagird, ya müəllim-şagird. Müsahibədə. Müəllim sualı bütün sinifə ünvanlayırdı. Müzakirə. Müzakirədə idi, bəli. Deyirəm ki, şagirdlərin məktəbə davamiyyəti azalıb. Bunun da səbəbi yolların pis olmasıdır. Düşünmə formalarımızdan. Sistemli. Sistemli. Deyirsiniz ki, müəllimə gəlin müraciət eləyək, yolları təmir etsinlər. Analitik. Analitik idi, bəli. Digər xalqların mədəniyyətinə hörmət göstərərək dünyaya açıq olmaq istəyi, kompetensiyalarda. Mədəni məlumatlıq. Mədəni məlumatlıq. Bayaq dediyim linklər paylaşılır. İnsanlar da nə edir? O linkə daxil olur. Məsələn, Aras supermarketin linki paylaşılırdı. İnsanlar ona daxil olur, paylaşır qruplarda, şəxsidə. Hansı kompetensiya yoxdur insanlarda? Rəqəmsal. Rəqəmsal. Əgər rəqəmsal kompetensiya olsaydı, nə edərdilər? Araşdırma edərdilər. Onlar Aras supermarketin öz şəxsi səhifəsinə baxardılar ki, yazıb ki, link bizə aid deyil. Əgər rəqəmsal kompetensiya olsaydı. Yaxşı. Bəs ağıl lövhənin icad olunması, telefonun icad olunması, bunlar nəyə aiddir? Riyazi elmi, mühəndislik. Aha. Şagird qrup işində iştirak etmək istəmir. Onda hansı kompetensiya yoxdur? Onda öyrənmək kompetensiyası yoxdur, bəli. Sonra müəllim şagirdə 5 dənə məsələni həll üçün düstur təqdim edir. Şagird onlardan birini tez, rahat şəkildə seçib məsələni həll edir. Düşünmə formalarından. Həll edir. Hə. Qeyri-verbal. Yox. Konvergentlər olur da. Konvergentlər olur. İş üsullarından hansında aid ki, deyirdik ki, refleksiya aparmağa şərait yaradır, sual tərtibli bacarığı formalaşdırır şagirdlərdə, dərsin əvvəlindən sonuna kimi aparırıq, biliklər optimallaşır. 1:45 dəqiqə yekunlaşmayan iş üsulumuz. BİBÖ-dür, bəli, BİBÖ-də idi. Əgər dərsin əvvəlində aparırıqsa, diaqnostik qiymətləndirmə iş üsulu kimi istifadə edirik, sonunda aparırıqsa, ümumiləşdirmə aparmağa şərait yaradırdı. Klaster. Bu da klasterdə idi, bəli, əla. Sonra Türkan. Çox sağ olun mənim. Sən də sağ olasın. Türkan, de görün mənə, fasilitator kim oldu? Fasilitator şagirdlərə problemi həll etməyə yönəldir. Prosesi idarə edən şəxs, problemi yönəldir. Prosesi idarə edən şəxs deyirik fasilitatora. Prosesi idarə edən şəxsdir. Yaxşı, bəs de görün mənə, fasilitator müəllim şagird mərkəzi təlimi təşkil edərkən nələri nəzərə almalıdır? Şagirdin maraq məqsədinə nəzərə almalıdır. Şagirdin diqqətini cəlb etməlidir.
sinifdən kənara çıxmalıdır. Sinifdən kənara çıxmalıdır. Bəs rol nə idi? Rol. E, Rol. Rollar BMT. BMT yadda saxlamışdıq. Nə idi onların mənası? B bələdçi. Aha. Məlumatla təmin etmək. Məlumatla təmin edən. T nə idi? Tədqiqatçı. Tədqiqatçı idi, bəli. Tədqiqatçı idi. Yaxşı. Bəs de görün mənə fasilitator müəllimin atributları, bacarıqları nələrdir? Müşahidə, göz, dinləmə, qulaq və vaxtında müdaxilə etmək. Vaxtında müdaxilə. Planlaşma. Bir də nə idi? Planlaşması olmalıdır müəllimin. Əvvəlcədən dərsini planlamalıdır. Yaxşı. Qarşısındakı insanı başa düşür. Kompetensiyalardan. Kompetensiyadan Nə idi? Şəxsi sosial, fəal vətəndaş, riyazi, rəqəmsal. Şəxsi sosial öyrənməyi öyrənməkdir. Deyirəm ki, Röyalə müəllimi ağıllı lövhədən istifadə edərək neynir? Dərs izahı edir. Bəs bu? Kompetensiyalardan. Rəqəmsal. Rəqəmsaldır, bəli. Yaxşı. Deyirdik ki, söz ehtiyatları bol olur. Fikirlərini şifahi, yazılı şəkildə sərbəst çatdırmağa bacarırlar. Kompetensiyalardan. Hansı insanlarda səlis danışırlar, nitqi zəngin olur, söz ehtiyatları bol olur? Hansı insanlara deyirlər? Kompetensiyalardan. Savadlı, rəqəmsal, çox dil bilmək. Savadlı kompetensiyası da Türkan ürəklə cavab ver. Savadlı kompetensiyasıdır. Yaxşı, bəs de görün mənə. Deyirəm ki, sinifə yeni bir şagird gəlib. Murad da həmin o şagirdlə tez ünsiyyətə girir. Onun tənəffüsdə digər yoldaşları ilə də tanış edir. Muradda hansı kompetensiya var? Cütlərlə idi. Yox, kompetensiya. Şəxsi sosial, fəal vətəndaş, rəqəmsal. Hansı kompetensiya var Muradda? Tez qaynayıb qarışır da, nədir? Şəxsi sosial, öyrənmək. Deyirəm ki, sinifə yeni bir şagird gəlib. Murad da ona qoşulub ingilis dilində danışır onunla bərabər. O başqa dil. Çox dil bilmək olur, bəli. Çox dil bilmək kompetensiyası olur. İş formalarından hansında aid ki, zəif şagird güclü şagirddən öyrənirdi? Fərdi qrup cütlərlə. Cütlərlə də idi, bəli. Xaos yaranırdı. Fərdi qrup cütdə, xaos yaranır. Qrup idi. Qrupdaydı, bəli. Xaosun yaranmaması üçün müəllim nə etdi? Qrup. Qayda tətbiq edir də. Qayda tətbiq edir, bəli. Qayda tətbiq edirdi. Şagird davranış qaydalarını bilir, yəni sinifdə necə davranmaq lazımdır, davranış qaydalarını bilir, əməl edir. Kompetensiyalardan. Kompetensiyalardan. Hansı olur kompetensiyalardan? Şəxsi, rəqəmsal, riyazi. Bir dənə sual verəcəz yadınız. Şagird bilir ki, sinifdə hansı qaydalara əməl etmək lazımdır, o qaydalara əməl edir, yerinə yetirir. Savadlılıq etmək. Şəxsi sosial öyrənmək. Şəxsi sosial öyrənməkdə qayda söhbəti hardaydı? Şəxsi sosialda. Yazmısınız bunu özdə, yəni qayda söhbətin. Yaxşı, bəs de görün mənə. Tarladan süfrəyədək prosesi hansı təfəkkürə əsaslanır? Məntiqi, tənqidi, yaradıcı. Tarladan süfrəyədək prosesi. Yəni nə var burada? Ardıcıllıq var da. Hansı təfəkkürə əsaslanır? Məntiqi təfəkkürə əsaslanır. Bəli. Şagird oxuduğunu anlayır. Kimisə söylədiyin başa düşür. Oxuduğunu ümumiləşdirə bilir. Hansı təfəkkür var şagirddə? Məntiqi təfəkkür var, bəli.
Türkan, təkrar et dərslərimizi. İş görə, bilmirəm, uşağa baxırsan, yemək bişirirsən, qab yuyursan, nə edirsiz? Qoyun sual cavabı da bax, kaydı göndərirəm də sizə. Dinləyin, dərsin də kaydını dinləyin, təkrar. Kurikulum elədir ki, bir gün üzünü açmasaz unudacaqsınız gedəcək. Çünki hələ tam formalaşmayıb. Ona görə təkrar elə çoxlu. Sonra Pərvanə müəllimə burdadır. Bəli, müəllimə buradayam. Aha, fasilitator kim oldu müəllimə? Fasilitator bələdçi şagirdlərə bələdçilik edir, yol göstərir, istiqamət verir. Bəli, prosesi idarə edən şəxs dedik buna. Prosesi idarə edən şəxslər. Nələri nəzərə almalıdır fasilitator müəllim? Təlim nəticələrini, şagirdin marağını və məqsədini, şagirdin diqqətini cəlb etməlidir. Bir də sinifdən kənara çıxır. Sinifdən kənara çıxmalıdır, bəli. Yaxşı, bəs deyin görün mənə atribut bacarıqları müəllimin. Bacarıqları deməli bacarıqlar, atributlar, dinləmə, onu deyirsiniz müəllimə, müşahidə, dinləmə, müdaxilə, bir də planlaşdırma. Planlaşdırma idi, bəli. Bəs rol desəm, rol. Fasilitator müəllimin rolu. BMT, bələdçi, sonra məlumatla təmin etmək, bir də tədqiqatçılıq. Bir də tədqiqatçılıq idi, bəli. Yaxşı, bəs deyin görün mənə motivasiyanı nə zaman apardıq? Motivasiyanı dərsin əvvəlində. Dərsin əvvəlində. Nə qədər vaxt əhatə elədim? 1 dəqiqədən 7 dəqiqəyə qədər. 1 dəqiqədən 7 dəqiqəyə qədər əhatə eləyirdi. Yaxşı, bəs deyin görün mənə. Şagird qaydaları bir-birindən fərqləndirir. İdraki olaraq nədir burada? İdraki olaraq. Fərqləndirmələri anlama. Anlamaqdır, bəli. Tolerantlıq kompetensiyalardan hansındaydı? Tolerantlıq bir başqa cürdə deyim müəllimə, o hansıydı? Mədəni Bəli, mədəni məlumatlıqdır. Mədəni məlumatlıqdır. Bəs cəmiyyət üçün faydalı addımlar atmaq? Cəmiyyət üçün faydalı addımlar atmaq, o da mədəni məlumatlılıq. Yox, cəmiyyət üçün. Deyəcəm dayan, fəal vətəndaşlıq. Fəal vətəndaşlıqdır, bəli. Bəs başqa dilləri formal, qeyri-formal öyrənmək? Çox dil bilmək. Çox dil bilmək kompetensiyasıdır, bəli. Deyirəm ki, Pərvanə müəllimə, müəllimlər danışarkən dərsə qoşulmurlar. Dərsə qoşulma səbəbi də onların nədir? Çəkinmələridir, utanmalarıdır. Yəni ki, sıxılırlar da, belə deyək, dərs prosesində. Analitik düşünmə. Analitik. Səbəb nəticə var, həll yoxdur hələ. Səbəb nəticə varsa, deməli şeydir. Anlamaq. Yox, sistemli, analoji hansı idi? Sistemlidir, bəli. Deyirsiniz ki, müəllimə, onlar sual-cavab prosesində görüntünü bağlasalar, həyəcanları azalar. Bəs o zaman analitik olur, bəli. Şagird atası ilə birlikdə işğaldan olmuş ərazilərimizə gedir və orada nə edir? Xəritəyə baxır, xəritələr var axı orada. Cıdır düzünü göstərir, İsa bulağını göstərir. Hansı düşünmə forması var şagirddə? Anlamaq. Xatırlamaq. İdrak olaraq xatırlamaqdır. Bəs düşünmə formalarından verbal, qeyri-verbal, sistemli? Qeyri-verbal. Qeyri-verbaldır. Deyirəm, dost dar gündə tanınar. Atalar sözünün mahiyyətini izah edin. Düşünmə formalarından. Dost dar gündə, abstrakt. Abstraktdır, bəli, abstraktdır. Deyirəm, Pərvanə müəllimə, sizcə 5 il sonra Azərbaycan təhsilində hansı yeniliklər baş verəcək? Nələr baş verəcək? Düşünmə formalarından. Abstrakt. Bu da abstraktdır, bəli. Olanlardan birini seçirlər. Sınanmış yollardan istifadə edirlər. Konvergentlərdir, bəli. Deyirəm, sonu 5-lə bitən bütün ədədlər 5-ə rahat bölünür. Deməli, 25 də 5-ə bölünür. Deduktiv mühakimə. Deduktiv mühakimədir, bəli. Deyirəm ki, bütün müəllimlər, bütün texnologiya müəllimləri sertifikasiya imtahanında iştirak edəcək bu illərim. Həlimə müəllimə də texnologiya müəlliməsidir, o da iştirak edəcək. Bu da deduktiv. Bu da olur, nə? Deduktiv mühakimə. Deyirəm ki, alma ağacı payızda yarpaqlarını tökür. Deməli, bütün meyvə ağacları payızda yarpaqlarını tökür. İnduktiv. İnduktiv olur, bəli. Seçkilərdə iştirak etmək, aksiyalarda iştirak etmək, kompetensiyalardan. Fəal vətəndaşlıq. Geriyə planlama neçə hissədən ibarət oldu? 3 hissədən. Hansılardır? Təlim nəticəsi, qiymətləndirmə, bir də
Özdən görüm üçüncüsü nə idi? Təlim nəticəsi qiymətləndirmə. Oy, unuttum üçüncüsünü. Dilimin ucundadır deyə bilirəm. Nə idi? Təlim Öyrənmə nəticəsini fəaliyyəti. qiymətləndirmə, Öyrənmə fəaliyyəti. Öyrənmə fəaliyyəti. öyrənmə fəaliyyəti idi, bəli. Yaxşı, Hı. geriyə planlama illikdə idi, gündəlikdə? Geriyə planlama hər ikisində. Alt standart Hər ikisində. hər ikisində idi. Sonra əsas standart Əsas standart gündəlikdə. gündəlikdə. Niyə? Heç birində. Heç birində. Əsas standartı yazırıq nəyəsə. Alt standart mövzuda, mövzunun adını yazırıq. Alt standart var. Yaxşı, bəs deyin görün mənə. Sonra deyin görün mənə. Şagird hədəfinə çatmaq üçün öz üçün plan qurur. Kompetensiyalardan. Özü üçün plan qurursa, özü üçün plan qurur. Öz Dəyərləndirir. cədvəlini qurur, planını qurur, cədvəl qurur məsələn öz üçün. Cədvəlini qurur. Məqsədinə çatmaq üçün özü üçün cədvəl qurur. Yaratmaq. Yaratmaq, plan qurursa yaratmaq olacaq. Amma kompetensiyalardan, kompetensiya soruşuram mən. Kompetensiyalardan tətbiq. Yox, kompetensiya, şəxsi, sosial, fəal vətəndaş, savadlılıq Savadlılıq. olur. Nə? Şəxsi, sosial öyrənməyi öyrənmək. Öz öyrənməsi üçün qurur da bu cədvəli. Öz öyrənməsi üçün qururdu. Yaxşı. Uşaq anasına deyir ki, ana bax, təyyarə də cırcıramaya bənzəyir. Şagirddə hansı təfəkkür var o uşaqda? Bənzətmə dayan, analoji. Analoji düşünməlidir, düşünmə formalarına. Bəs təfəkkür olaraq məntiqi, tənqidi, yaradıcı. Məntiqi. Məntiqi təfəkkür var, bəli, məntiqi. Sonra Həlimə müəllimə. Fasilitator kim oldu? Prosesi idarə edən şəxs. Şəxs oldu. Fasilitator müəllim nələri nəzərə almalıdır? Həlimə müəllimə, çıxın yenidən daxil olun da zəhmət olmasa. Səsiniz yaxşı gəlmir mənə. Həlimə müəllimə, çıxın yenidən daxil olun da. Gəldiniz müəllimə? Bəli, müəllimə, bəli. Aha, indi yaxşı gəlirsiniz. Hə, fasilitator kim oldu? Bayaq eşitmədim dediyinizi. Təlim nəticələri, şagirdlərin təlim nəticələrini nəzərə almalıdır. Şagirdin marağını və deməli məqsədini nəzərə almalıdır. Sonra şagirdin diqqətini dərsə cəlb etməyi bacarmalıdır. Bir də sinifdən kənara çıxmalıdır. Hə, dedim nələri nəzərə almalıdır. Elə o sual vermişdim bayaq sizə. Bəli. Yaxşı. Bəs atributları, bacarıqları nə oldu? Deməli, müəllim müşahidə etməlidir. Sonra müşahidədə burada əsasən gözdür. Bir də ki, eləməlidir, müəllimə dinləməlidir, vaxtında müdaxilə etməlidir. Bir də müəllimin hazırlığı olmalıdır, planlaşması. Bəs rol nə oldu? Rol. Rol da BMT-dir, bir bələdçilik, bir də məlumatın ötürülməsidir şagirdə, bir də tədqiqatçılığı olmalıdır. Tədqiqatçılığı olmalıdır, bəli. Yaxşı. Bəs deyin görün mənə, müəllimin motivasiyası nə zaman uğursuz oldu? Müəllimin motivasiyası, deməli, əgər ora valideyn müdaxiləsi varsa, bir də şagirdin ailəsində problem varsa, bir də deməli resursların çatışmamazlığı zamanı. Aha, bəli. Yaxşı. Bəs deyin görün mənə. Formativdə əks əlaqə nə zaman olur? Formativdə hər zaman əks əlaqə eləmək olar müəllimə. Formativdə təks qoyun. Summativdə? Summativdə isə fəaliyyətin sonunda olmalıdır. Fəaliyyətin sonunda olmalıdır. Fəaliyyət bitdikdən sonra da belə deyirdik. Yaxşı. Deyirik ki, şagird özünü oynayır. Hansındaydı? O simulyasiyadır. Simulyasiyadır. Bəs başqasını oynayır? Rollu oyundur. Rollu oyundaydı. İki qrup olurdu. Bir qrup fikir təsdiq edir, bir qrup təkzib edirdi. Formal, qeyri-formal olurdu. Bu debatdaydı, bəli. Şagird Pəstağın tərifini söyləyir.
tərifini söyləyir. Kompetensiyadır müəllimə bu. İdrak. Hə, idrakda bu xatırlamadır. Xatırlamadır, bəli. Sonra şagird salatın içərisinə gedən ərzaqların adlarını söyləyir. Bu anlamaqdır. Yox, xatırlamaq ərzaqların adını söyləyir, xatırlamaqdır. Şagird yoldaşının hazırladığı salata Bəli. münasibət bildirir. Dəyərləndirməkdir, bəli. Şagird yoldaşlarının hazırladığı salatları müqayisə edir. Müqayisə edirsə təhlil edir. Yox, dayanmışam, müqayisə Yox. edir. Müqayisə edir. Anlayır müəllimə. Anlamaqdır. Şagird yoldaşların hazırladığı salatları müqayisə edir, ən yaxşısını seçir. Bu təhlil edir. Burada artıq neyini təhlil edir. Yaxşı. Bəs deyin görün mənə hansı iş formasındadır ki, iş formasında. Dedik ki, burada utanqac pasiv şagirdlər prosesdən geri qalırdı. Kollektivdə. Kollektivdədir, bəli. Hansı iş formasındadır ki, burada şagird özünün güclü, zəif tərəfini bilirdi, müsbət, mənfi tərəfini bilirdi. Fərdidədir. Bu da fərdi iş formasındadır. Tək başına işlədiyinə görə ölçə bilirdi. Yaxşı. Bəs deyin görün mənə. Deyirəm ki, dünyada neçə okean var idrak olaraq? İdrak olaraq dünyada neçə? Bu xatırlama mərhələsidir. Xatırlama mərhələsidir, bəli. Xatırlama mərhələsidir. Yaxşı. Deyirəm ki, sabahlarım hava şəraiti çox pis olacaq. Evdən bayıra çıxmayın. Siz də bunu digər yaxınlarınızla bölüşürsünüz. Hətta statusunuzda paylaşırsınız. Sizdə hansı kompetensiya yoxdur? Yoxdur, müəllimə. İKT-dir bu. Bacarığı yoxdur mənim. Bəli, rəqəmsal yoxdur. Deməli, Murad nə edir? Murad bütün günü oturur TikTokda, canlılar açır, nə bilim başqalarının videolarına baxır, ancaq vaxtını boş-boş keçirdir. Hansı kompetensiya yoxdur Muradda? Savadlılıq. Niyə? Əlindəki nədir? Yoxsa Telefon deyil. hə, mənim o da rəqəmsal savadlılıq. Rəqəmsal savadlıqdır, bəli. Uşaqlar nə edir? Uşaqlar sahibsiz ev heyvanları üçün yardım toplayırlar və onlara Bu fəal bu cümləni tamamlayım da. Onlara nə edirlər? Yem alıb verirlər, yəni yemək verirlər. Sonra onlar üçün ev hazırlayırlar. Olur nə? fəal vətəndaş. Fəal vətəndaş olur, bəli. Sonra küçədə gedərkən, yolda gedərkən bir turist yaxınlaşır sizə, ünvan soruşur başqa dildə. Siz də ona ünvanı başqa dildə deyirsiniz. Bəli. Hansı olur kompetensiyalardan? Çox dil bilmək. Deyirəm ki, meşələrdə artıq zibillilikdə belə deyək, yəni çirklənmə artıq artır get-gedə. Bunun da səbəbi insanların ora gəzintiyə gedərkən neynəməsi? Zibil atmasıdır. Bəli. Düşünmə formalarından. Hə, düşünmə formalarından müəllimə. Hansı olur? Sistemli, analitik, analoji, verbal, Analoji. qeyri-verbal. Analojidir. Analoji yox, nəsə bənzətdiyim. Deyirəm ki, səbəb nəticə var burada. Sistemlidir. Sistemli olur da, bəli, sistemli olur. Deyirsiniz ki, müəllimə, gəlin aksiya təşkil edək, insanları cəlb edək, yəni o çirkliliyi, natəmizliyi təmizləyək. Aha, bu da şeydir müəllimə. Analitikdir. Analitik olur, bəli. Yaxşı. Aksiya təşkil etməyiniz, insanları ora cəlb etməyiniz hansı kompetensiya var sizdə? Hə, burada müəllimə şeydir. Biz fəal vətəndaş mövqeyidir müəllimə burada. Fəal vətəndaşdır, bəli. Fəal vətəndaş olur. Sonra kim qaldı? Gülnarə müəllimə. Mən uşaq yatırdım, mən oturdum. Hiss elədim, ona görə adını çəkdim qəfilcən. Qaldı kim? Dünya xanım. Hə, Gülnarə müəllimə, deyin görün. Necə? Mən də qalmışam Fərqanə. Fərqanə sən də qalmışsan. Baxım. Hə, bayaq adını çəkdim, yox idi, Fərqanə, ona görə adı mənfi qoymuşam. Sonra Mətanət müəllimə gəlib, Mətanət müəllimədir. Aytəkindir. Kim var onlardan? Adınızın qarşısına bayaq çəkdim, Fərqanə, yox idi. Hə. Onlar mənim üçün tutmuşdum. Hə. Yaxşı. Mənim çıxan bilərəm. Kimdə çıxan? Sidabedi mənim.